Sadəcə onlara mən baxıram, gülürəm. Mən təbrik edirəm Kəmaləni. Nə üçün? Nə üçün təbrik edirəm? O yəni ki, deyir mən 30 ildə oxuyuram. 30 ildə onu bu qədər tanıyan olmamışdı. İnanın mənə hər gün, hər dəqiqə şəkil atırlar ki, bu təzə oxuyan xanımdır, bu kimdir belə? Onu ola bilər ki, öz sənət yoldaşları, öz cəmiyyəti, balaca tanıyırlar onu. Amma dünəndən, sırağa gündən sizin verilişdən sonra çox böyük qalmaqalla gündəmə gəldi. Mən özümə hörmət edən bir insanam. Mən ona yaraşdırmadım ki, o uşağı boyda qumralla gündəmə gəlsin. Niyə oxuduqlarınla gündəmə gəlmədin? Deyir, bura gəl, səni gözləyirəm, qumral, bura gəl. Az get sən Nigar Şabanova Akulanı çağırıya görüşə. Akula ilə yarış. Orada oxu. Bu uşaqdır, uşağınla yaşıb olan insan. Sən onu nəyə çağırırsan böyle? Yəni ki, mən də heç inanmazdım ki, o belə bir sözlər danışsın. Özdə mənim qızım haqqında. O qədər yeni müğənnilər var ortalıqda, hamısı fonoqramı oxuyan. Mən demirəm ki, mənim qızım tamam dəstək oxuyur, yox. O da fonoqram oxuyur, onunla yaşlılar da gəlir fonoqram oxuyur. Zaman hər şey yerini tapacaq, o da gedib öyrənəcək, məşq eləyir, öyrənir. Yəni hazır olmadığı üçün bu günləri efirdə canlı oxumur. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, o deyir ki, əlini qoyub pərdə dalınır. Valla biz Hollywood'a mən demək olar ki, həftədə 3 dəfə gedirəm. Hollywood'da hələ mən pərdə görməmişəm. Bilmirəm o pərdəni harda görüb, kim durur pərdə arxasında. Nəyi necə eləyir? Onları biz tamamilə bilirsən də, mən istəsəm onu məhkəməyə də verərəm o şeylərə görə, o sözlərinə görə. O tam deyir, mənim deyir, anasına hörmətim var, sonra qızımdan danışır. Ay qız, deyir, onun qız, mən də zəng elədim, deyir, sənin qızın, deyirəm, harda çəkib? Sən o şeyi mənə göstər ki, Qumral sənin adını çəkib, mən onun dilini qopardaram. Mən efirə gedəndə də deyirəm, qızım, qalma qalsız, get mahnını oxu gəl. Büyümməyi heç ona efirə qoymurdum, dedim, amma Tolik deyir ki, heç biri qalma qal olmayacaq falan filan. Sənlə danışıb, ondan sonra mən onu buraxmışam efirə. Gecə də yatmamışam, rayondan gəlmişəm. Mənə heç lazım da deyil ki, o birin dedi, bu birin dedi. Neyini, o günlərdə Qumrala zəng elədi, onun bir qohumuydu, qonşusuydu, bilmirəm. Ağzına gələni danışdı, mən Qumrala dedim ki, sakit dur. Mən bayaqları o xanımla özüm danışdım, birincisi o bəy deyil, o xanımdır, düzdür, o pis söz demədi, amma doğrudan da mən Qumrala dedim ki, yığ görüm o kimdir, Kemalə. Sənin bir dayıvın əmisi qızıdır, yoxsa nəyi bir sözlə də mən danışdım onu. Yəni Qumral ya, amma qadındır, kişi deyil. Pis sözlər demədi, prosto başqa şeylər dedi. Mən dedim ki, Qumral da yazıqdır ki, heç mənə o lazımdır deyirdi. Amma lazım deyil Kəmalə haqqında heç bir məlumat. Sən bilirsən ki, təranə arxivdir. Hər kəsin hər şeyini gözəl bilir. O vaxtda İlhamə Quliyevaya Allah rəhmət eləsin. Dedi ki, bir-iki dənə söz dedi, 5-in 10'unu da mən dedim. Dedi, aydır, məni gerilə qoydun ki, sən elə arxivin böyüyü sən imişsən ki. Ünvanlı demişsən ki, anasını çox istəyirəm, xətrini tanıyıram. Yox, Qumral haqqında danışır, məlum məsələdir orada. Qumral haqqında danışır, sonra amma zəng eləyir, deyir ki, Qumral, mən səni nəzərdə tutmurdum. Kamilə eşitdirirdim sözümü. Kamilin neyini eşitdirirdim? Qumraldan danışıb sonra deyirsən, Kamilə deyirdim o sözü. Mən yazmışam, səslər hamısı məndə var. Qumral belə şeyləri bilmir, amma səs məndə var. Birincisi, Kamil Gülayla heç bir tədbirə getmir. İkincisi də ki, Kamil bu sözü orada dedi ki, o öz adına dedi. Dedi ki, mənim heç kimin başı üçün deyil və bilir ki, heç sənə də heç kim 2-də yığmaz. Heç Kəmaliyə də gecə 2-də yığmırlar. O söz gəlişi dediyi, özünə hörmət edən adam gecə 2-də niyə yığsın, heç kimsə? Tolik üzr istəyirəm mən. Biz saat 6-da məclisə gedirik. Gecə saat 3-ə qədər, 4-ə qədər məclisə. O başqa, onu mən də dedim. İndi Kəmalə də onu nəzərdə tutub deyib. Yəni bizdəki yanlış... Yox. Mən Kəmaləyə dedim ki, Kəmalə, biz gedirik toyda 3-əcən, 4-əcən otururuq, amma sən yatdığın yerdə sənə zəng vursalar, deyir, mən gedərəm. Elə hörmətli adam zəng vurar ki, mən gedərəm. Valla gedən deyil, ikide kim gedəcək durub. Valla getməyəcəyim məncə, deyil. Heç gedən deyil, Kəmalə də gedən deyil. Amma deyir də söz məsələdə, verilmişdi, indi danışdı. O bilmədi bu qədər böyüyəcək söz söhbət. Mən Kəmalənin özünə də dedim ki, Qumral səni vallah tanımır, bilmir, sənin haqqında Tolik sual verir, mənə də sual verir. Heç mən ad deməmişəm, vallah deməmişəm Qumrala. Heç Kəmaləyə də o sualı mən vermişəm. Yox, Qumral bilmir axı siz Kəmalə deyil. Təranə xanım, özünü nəzərdə tutun. Kəmalə ilə danışdınız o günənlər telefonda. Bugünkü aqressiyası nə idi?
Dedi ki, mən Qumral nəzərdə tutmamışam. O belə deyib, mənim adım. Dedim, sən onun sizin adınızı çəkdiyi yerdə mənə göndərin. Mən onun, əgər sizin adınızı çəkdirsə, onun dilini qopardaram. Çünki mən ona icazə vermirəm, getsin efirdə kiminsə adını çəksin. Kiminsə, özdəki Qumralın da tərbiyəsini hamımız belədik ki, Qumral sakit qızdır, Qumral heç dalaşa bilmir. Mən ona dedim, ay qız, Qumral bu sektor tutarım. Qumral Azərbaycan dilində hələ təzə-təzə işliyi oxusun, bir şeyləri bilsin. O dalaşa bilmir, o söyüş-söyə bilmir. And olsun Allaha, Quran gətirin əl basın ki, o hələ dalaşa, heç kimdən dalaşa bilmir o. Bir orada yoldaşı var da, 18 ildə ailəlidir. Soruşun görün, bircə dəfə dalaşıb olar. And olsun Allaha, düğündən sonra Qumralın adını kim çəksə, Qumralı gətirməyəcəm efirə. Özüm gəlib oturacam. Oh, Əhmədin anası ölməyib. Bilirsən, mən vaxt zamanında dediyim doğru sözlərə görə məhkəməyə verdilər. Doğru sözlərə görə. Məhkəməyə verdilər, nə oldu ki? Valla çıxıb sizdən də danışacağım, siz də mən aparım derim məhkəməyə. Belə, nə bilim, ayıb da olsun, ölülərini də çıxardıb, bax deyəcəm onların sirrini bunlara. Öpürəm sizi Tərənin xanım, əsəbləşməyin.